Gözde sona kadar hele. Hörmətli mənim bütün Azərbaycan millətim, Azərbaycan xalqım, Yeni İctimai Nəzarət TV-nin general direktoru Yusubova Samirə, Saratov şəhərindənəm. Azərbaycan millətimizdən, dəyərli insanlarımızdan məni belə bir ailə ilə tanış elədi ki, belə bir çətinlikdə yaşayan Azərbaycan millətimiz var. Sona xanım özü Gədəbəydəndir, yoldaşı Tovuz rayonundandır. Neçənci ildə gəlibsiniz Sona xanım bura? 2005 var, 2005'te. 2005-2006. Gördüğünüz kimi şəraiti Sona xanım 2005'ten buradadır, Rus dilində bilmir, savadsız, sənətsiz bir qadındır, bir xanımdır. Yoldaşı bura vətəndaş olmağına baxmayaraq ağır xəstədir, yoldaşının qulluğundadır, 18 yaşında bir oğlu var. Onlar ailəvi oraya keçə bilmirlər o yüzden ki, burada müharibə gedir. Oğlunun 18 yaşı var, qranitiyə keçə bilməz, vətəninə qayıda bilməz. O yüzden də ana sənətsiz, savadsız burada qalır. Bizim də belə bir köməyimiz var ki, Azərbaycanda Yeni İctimai Nəzarət TV-nin baş rəisi, direktor olan Şəxvələt Əskərov sizdən xahiş edirəm, kömək edəsiz. Bizim Rüstəm doktor orada müraciət edəsiniz. Bu xəstənin xəstəliyinin davamını, müalicəsini Bakıda görək. O yüzden onun qohumları var, qardaşı, bacısı var. Adınız nədir? Nəbi danışa bilmir. Neçə dəfələrlə infarkt, insult keçirdib, onkologik xəstəliyi var. Artıq burada da balnitsada götürmürlər, qəbul etmirlər. Ev şəraitində deyirlər saxlayın. Ev şəraitində gördüyünüz kimi balaca bir Rusun təmizliyi olmayan, şəraiti olmayan bir komnotadır, kommunalkadır. 3 nəfər xəstə bir ata bu evdədir. O yüzden bu xəstə ata Əli istəyir ki, vətənə getsin. Azərbaycana getmək istəyirsən? Azərbaycana getsən. Gedirsən öz vətənə, orada müalicə alırsan, qardaşın, bacın sənə baxacaq. Sonra da sənin yanındadır. Hə. Psixolojik durumu da var. O yüzden xahiş edirəm hər kəsdən bu insana kömək göstərəyin. Xətiyə bunun yol pulusunu, biletini, imkanı olan insanlardan da burada xahiş eləyəcəm. Bu atanı Azərbaycana yola salaq. Burada çox çətindir vəziyyəti. Sağ olsun burada olan insanlarımız Ağcabədi rayonundandır. Sevinç xanım, Sevinç Quliyeva. Adınız nə oldu? Arastun qardaş öz Ağcabədidəndir. Onun da çox köməyi dəyir bu ailəyə. Artıq 3-4 aydır ki, bu ailəni yeməyinlə, produkunla, meyvəsinlə, hər bir şeyinlə təmin edirlər. Niyazi Öz kardeşimizden dəstəklərini Niyazi. göstərirlər. Bir də ki, Niyazi kardeş. Niyazi qardaş. Hər kəs Azərbaycanlılar, indi bir neçəsinin adını mən bilmirəm. Bu günlərim məndən xahiş edədilər, kömək eləyim. Mən də əlimdən gələn qədər kömək, dəstək olacağam. Mən özüm də balnitsada tibb işçisiyəm. İndi bunun kartoçkalarıyla da maraqlanıb bütün xəstəliyinlə dərindən məlumat verəcəm. O yüzden də sağ olsun Azərbaycan millətimiz ki, burada var, adlarını mən bilmirəm. Afaq xanım, siz bilirsiniz adlarını ki, dəstək olurlar. Bunun kirayə pulusudur, qaldığı bu evin puludur. Sona xanım da bu çətinliklə üzləşib, gördüyünüz kimi Sona xanımı işləyə bilmir. Çünki əlinin sənəti yox, dil bilmir. O yüzden heç arada işləyə bilmir. Bu çətinliklə üzləşməyimizdə sizdən kömək istəyirik biz də. Buradakı olan Azərbaycanlılarımızdan. Bir həftənin içində heç olmasa bunu Azərbaycana yola salaq. Orada qardaşları, bacıları yəqin ki, yardımcı olacaqlar. Kömək, dəstək olacaqlar. Hə ata? Fətə ata, gedirsən Azərbaycana? Hə? Niyə ağlayırsan? Azərbaycandan ötürü darıxıb ağlayırsan? Ağlama, sənə kömək eləyəcək. Yaxşı insanlar, gözəl insanlar. Hər kəs sənin yanındadır. Ağlama. Onu da Ağlamayın. göndereceğiz. Hər şey yaxşı olacaq. Vətən gözəldir, bəli. Vətənimiz gözəldir. Mən orada qəbul eləyən olsaydı gedərdim. Mənim orada eşimim yoxdur. Ağlama bacım, ağlama.
Sizin heç bir günahınız yoxdur. Gəlib burada bu çətinlikdə üzləşməklə, bu çətinlikdə heç bir kəsin günahı yoxdur. Sizə kömək göstərəcək. Azərbaycanda da gözəl insanlarımız, gözəl həkimlərimiz var. Rüstəm doktor, özəl klinikanın baş generalni hospitalın baş həkimidir. O da söz verib mənə ki, hansı bir xəstənə müraciət eləsən təmənnasız yardım göstərəcək, köməyini göstərəcək. Ağlamayın, hər şey yaxşı olacaq. Sağ olsun belə insanlar ki, sizin yanınızda var. Kömək eləyirlər sizə. Bunun zaqranı da qutarıb bacım. Kömək eləyərik. Burada nə lazım olsa köməyin dəstəyi göstərəcək Zaqranına da Azərbaycana getmək üçün. Hə, Fətəl? Azərbaycana istəyirsən? Bütün takviyetim var. Benim takviyetim hamsının var mı? Hı hı. Hamısını indi səhər mən məşğul olacağam. Birinci günü Allah qoysa bu günlər Müjde Bazar ertəsidir. Birinci gün sənədlərinlə maraqlanacağım. Sənədlərinlə məşğul olub və Azərbaycana çalışacağıq ki, yola salın. Sağ olsun belə gözəl insanlarımız var. Çox sağ olun, çox sağ olun. Tanış elədi, gətirdi ki, belə bir insan var. Allah köməyiniz olsun, gəldiniz, maraqlandınız. Vəziyyətimizi bildiniz, sağ olun sizdə. Size. Sağ olun. Hə? Allah razı olsun. Məni sizlərlə tanış edən insanlar. Çox sağ Yəni olun. qədər sizi ac qoymayan, çörəksiz qoymayan o insanlara Allah min əvəzini versin ki, elə bir gözəl insanlar var. Allah onların da qarşısına həmişə gözəl insanlarla rastlaşsın. Başda Niyazi qardaş. Allah kömək olsun. Sağ olun. Balalarını Hər saxlasın. kəs, mən adlarını bilmirəm, siz bilirsiniz, deyə bilərsiniz adlarını ki, burada bizim haralı olduğumuzun heç kimə bir aidiyyəti yoxdur. Hamımız Bəli. Azərbaycanlıyıq. Amma bilemezdik. Bəli, hamımız Azərbaycanlıyıq. Ben demin bu Heç vaxtı çocuğu- biz soruşmuruq sən haralısan, yetər ki Azərbaycanlıyıq, bir Hər yerdəyik. Bəli, bu qərib ölkədə biz təkik, bizim gücümüz yoxdur. Çünki çox başqa bir üzlü insanlarla, düşmənlərlə üzləşirik. O yüzden mən bugünkü gündə bütün şəhid analarının qarşısında baş əyirəm ki, o şəhid olan oğlanların sayəsində biz bu qərib ölkədə başuca gəzirik. O yüzden də hər kəsə səbir diləyirəm. Evlatlarını itirən analardan səbir diləyin. Amin. Sizin qarşınızda baş əyirəm. Belə insanlarımız Sağ olun. qərib Allah yerdə, kömək qərib ölkədə təkcə qalıb bir kəsə gedib güvənib bir söz deyə bilmir. Amma o yüzden gözəl insanlarımız var ki, Azərbaycanlılarımız sizin yanınızdadır. Çox Mən də sağ olun, söz çox verirəm, sağ olun. əlimdən gələn qədər sənədlərinlə maraqlanacağam. Xəstəliyini artıq göz qabağındadır. O yüzden də Azərbaycana göndərməyimizə sevinərik. İnşallah, inşallah. Allah İnşallah. köməyiniz olsun, gələnəkləriniz var olsun. Sağ olun. Sağ olun. Sağ Sizi olun, Allah köməyiniz olsun. Sağ ol əziz bacım, sağ ol. Aynen, nə qədər çəkmək olmaz çox. Çəkməyəcəm. O onunla sakitləşir, çəkər. Allah köməyiniz olsun. sağ olun. Narahat olmayın. Sizə nə kömək lazımdırsa, gözəl bu insanların qarşısında gördüyünüz bu